Amonimlər. Amonimlər deyilişi və yazılışı eyni, lakin leksik mənaları fərqli olan sözlərə deyilir. Amonimlərin mənaları arasında heç bir bağlılıq olmur. Məsələn, deyirəm şam. Şam sözünün amonimdir və bir neçə mənada işlənir. Bir mənası şam yeməyi, İkinci mənası şam ağacı və üçüncü mənası yanan şam mənasında işlənir. Yanan cisim, yanan cisim. Bu da şamdır. Və amonimlər həm eyni, həm də müxtəlif nitq hissəsinə aid olurlar. Məsələn, tut sözünə baxaq. Tut sözünün bir mənası isimdir. Tut, yediyimiz tut isimdir. Bir mənası da feil mənasında işlənir. Tutmaq, tutmaq feil mənasında işlənmişdir. Amonimlər iki cür olur. Leksik amonimlər və qrammatik amonimlər. Əsas nitq hissələri arasındakı amonimliyə leksik amonimlər deyilir. Məsələn, yay, don, boğaz, üz. Əsas nitq hissələri ilə köməkçi nitq hissələri arasında və köməkçi nitq hissəsi ilə öz aralarında, köməkçi nitq hissəsi ilə köməkçi nitq hissəsi arasında və əsas nitq hissəsi ilə köməkçi nitq hissəsi arasında olan amonimliyə isə qrammatik amonimlər deyilir. Məsələn, tərəf, ki, qoy, bax,